Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, yarımadanın bəzi yerlərində qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz 23-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütununda olacaq. Nisbi rütubət 67-75% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman, mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 6-10 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.